Yadındadır, üçümüz birlikte səfərə çıxmışdıq. Deyirdi ki, yol boyunca sizə maraqlı söhbətlər edəcəm ki, güləsiz. Amma yola düşən kimi yatdı. Bir də çatanda oyandı. Allah sənə rəhmət eləsin. Yaman çox yatan idin. Ancaq çox yaxşı dostuydu. Ümumiyyətlə yaxşı insan idi. Eşidirsən dostum, biz burada səni yad edirik. Sən də bizi yad elə. Kafirlər! Elə indi tövbə etməsəz, o dünyalıq olacaqsınız. Tövbə edək? Nə üçün? Quran deyir ki, ölülər sizin səsinizi eşitmir. Elə isə siz kimlə danışırdınız, hə, kafirlər? Sənin dediyin ayə deyir ki, müşriklər qəbirdə olan ölülər kimidir. Ki, moizə etməyin onlara heç bir faydası yoxdur. Gördünüz? Deyir ki, ölülər sizin səsinizi eşitmədiyi üçün moizə etməyin onlara heç bir faydası yoxdur. Xeyr, əməllərini islah etmək üçün fürsətlərinin olmadığına görə moizənin onlara faydası yoxdur. Müşriklərin ölülərlə bənzərliyi də bu cəhətdəndir. Halbuki müşriklər kar deyildilər. Əksinə, Peyğəmbərin səsini eşidirdilər. Sadəcə bunun onlar üçün heç bir faydası yox idi. Deməli, Quran demir ki, ölülər dirilərin səsini eşitmir. Əksinə, başqa yerdə onların bizim səsimizi eşitdiyini bəyan edir. Quran deyir ki, ilahi əzab Həzrəti Salihin qövmünü həlak edəndən sonra üzünü onlara, yəni əzabdan ölənlərə çevirir və onlarla söhbət edir. Allah Quranda Peyğəmbərə buyurur ki, keçmiş Peyğəmbərlərdən soruş. Kafirlər, eşitmək cismə aiddir. Ölmüş cism isə torpağın altında çürüyüb gedir. Yuxuda olan və ya özündən gedən biri ilə danışsan, o sənin səsini eşidər? Xeyr, baxmayaraq ki, həmin adamın cismi sağlamdır və sənin yanındadır. Ancaq ruhu başqa yerdədir. İnsanın həqiqətini onun ruhu təşkil edir. Ölü insanın da ruhu cismi ilə birlikdə çürümür. Kafirlər, Quran deyir ki, bərzəx aləmi qiyamət gününə qədər ölülərlə dirilər arasında mane olacaqdır. Ayənin mənası budur ki, heç kim o biri dünyadan qayıdaraq əməllərini düzəldə bilməyəcək. Bunun dirilərin səsini eşidib-eşitməməsi ilə əlaqəsi yoxdur. Əks halda, nə üçün Peyğəmbər qəbr əhlini ziyarət edərkən onlara müjdə verirdi? Nə üçün Bədir müharibəsindən sonra Qureyşin ölülərinin başı üstünə gedərək onlarla söhbət edirdi? Sonra da Peyğəmbər and içərək onların eşitdiyini bildirdi. Ümumiyyətlə, əgər ölülər bizim səsimizi eşitmirlərsə, bəs nə üçün Peyğəmbər onlara təlqin etməyimiz barədə bizə göstəriş verib? Nə üçün Peyğəmbərin ən yaxın səhabələri Həzrətin vəfatından sonra o Həzrətdən müşküllərini həll etməsini istəyirdilər? Nə üçün biz namazda Allah Rəsuluna salam veririk? Nə üçün? Vay, necə də qorxuludur. Nə deyirsən elə? Mən elə sənin özünəm. Bura haradır? Bura bərzəx aləmidir. Və biz də dirilərin səsini eşidirik. İndi onun özü o biri dünyada bizim səsimizi eşidir və bizim doğru dediyimizi dərk edir. Mənim gördüyüm adam, əgər özü belə eşitsə, yenə də qəbul etməyəcək. Gördün? Əbəs yeri özümü yorma. Dedim ki, bura bərzəxdir. Kafir, 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 kafir.